Bugünkü dərsimiz üçbucağın sırası. Bir düsturu elə sən özün edin. İlk düsturumuzla başlayaq. Bir belə lövhəni ayırım. Birinci düstur nədir? Üçbucağın sırası adətən düsturlardan ibarətdir. Təpədən bir hündürlük çəkirik oturacağa. Sahə oturacağın uzunluğunu hündürlüyə vurub 2'ye bölürsən, oldu sahə. İkincisi, bu üçbucağın növləri var. Məsələn, bərabər tərəfli üçbucaqlar vardır, düzbucaqlı üçbucaqlar vardır. Bu istənilən üçbucaq üçün keçərlidir. Bərabər tərəfli üçbucağın hər tərəfi bərabərlidir. Bərabər tərəfli üçbucağın qardaşlar bilirsiniz. Bütün bucaqlar. Bütün bucaqlar 60. Bura 60, bura 60, bura da 60'dır. Bərabər tərəfli üçbucaqda sahə A'nın kvadratı vurulsun kök altında 3, bölünsün 4. Bu ikinci düsturuydu. Gəldim üçüncü düstura. Əgər bu 60 dərəcəli dediyə görə gəldim. Əgər üçbucağın istənilən iki tərəfi və onların arasındakı bucaq verilibdirsə, sahəni tapmaq daha bəsitdir. A vurulsun, B vurulsun, sinüs alfa bölünsün 2. Sinüs alfaya keçmək üçün nə edilir? Yəni sinüs alfanı bilmək üçün söhbət aşağı sinif modundan gedir. Sinüs alfa üçün bəzi düsturlar var. Məsələn, sinüs 30 dərəcə hər kəs bilmər, 1/2. Sinüs 45 dərəcə kök altında 2/2. Sinüs 60 dərəcə kök altında 3/2. Və ya sinüs 90 dərəcə, o da elə bir edir. Bəs, indi gəlin bunu yerindən qoyaq baxaq. Məsələn, ikinci düsturu bununla tərtib edək. İki tərəfi bilirəm, ayrılan, düzdürmü? Bu ikinci düsturu sinusa aid olan sahə düsturu ilə edək. İkinci misallar olsun. A-nı A'ya vuraram, sahə bərabərdir. A vurulsun, A vurulsun. Aradakı bucağın sinusu. Yəni, sinus 60 neyini? Kök 3/2. Bir də A'ya bölmüşəm 2. Bir də bölək 2. A-nı A'ya vursaq nə olacaq? A kvadratı kök 3'ə vursan kök 3 böl 2'də böldüyündə 2'yə bölmək 2'də 1'ə vurmaq deməkdir. Yəni A-nın kvadratı kök 3 böl 4. Əslində bu bunu tamamlayır, bilməm göstəricisidir. Belə, ondan sonra dördüncü düstur üçbucağın növlərindən danışdıq. Bərabər tərəfli üçbucaq var idi, bir də düzbucaqlı üçbucaq var idi sanki, hə? Düzbucaqlı üçbucaq əlində qalır mı deyəm? Nətər verirdik sahəni? Yəni, katetlərin hasilini 2'ye bölsən bəsdir. Biz Pifagor ədədlərini deyirik. Məsələn, tutaq ki, bir Pifagor ədədi qabağa çıxacaq. Bu ailədə bu heç. Bir Pifagor ədədi qabağa çıxacaq. 7, 24, 25. Ən az bilinənlərdən. 7, 24, 25 deyə bir üçbucaq qabağımıza çıxsa. 7 burada olsun, 24 burada olsun, 25 burada olsun. Sahəni istəsə sən artıq 7'nin 24'ə vurasın. Sonra da 2'ye böləsin. O deyiləcək 84. Sahə 84'müş. Yəni, Pifagor ədədləri buna görə işimizə yarayır. Sahə tapılanda lap rahat bilirik. Bax, belə idi. Sonuncusu qaldı. Hansıdır? Biri qaldı elə bir yazmalının. Bir üstür idi olar. Qoy 5-ci ilə buradan yazaq. Məşhur. Eşidibsiz belə bir şey. Heron düsturu. Heron düsturda nədir? Üçbucağın 3 tərəfi bəllidirsə, 3 tərəf bəllidir. Birinci yarım perimetri tapırıq. Buradakı P yarım perimetrdir. Yarım perimetr üçbucağın perimetrinin yarısı. Bunu da belə işarə edeyim, yazın yarım perimetr. Sonra sahə bərabərdir. Kök altında. P vurulsun. P çıxa. Vurulsun P çıx B. Vurulsun P çıx S. Bu 5-ci düsturuydu. Bir də 6-cı. Əslində sizə az gələn 9-cu 8-ci zaman yazmışıqsa və hamısını yazaq. 6-cı düsturda belə bir şey var. Əgər üçbucağın tərəfləri hətta
bir tərəfini götürək. Üç buzağını deyəlim ki, oturacaq. Məsələn, burasında 2 olsun, burasında 7. Tərəf 9 ölmüş, oturacaq 9 ölmüş. Random bir dənə xət çəkir, 2 ilə 7 deyə bölünür. Tərəf necə bölünürsə, sahə də elə bölünür. Yəni, bura 2-dirsə, bura 2x-dir. Bura 7-dirsə, bura 7x-dir. Məsələn, bunu həmən adlandırmaq istəsək, A, B, C, qoy bu da D olsun. Əgər desək ki, S, A, B, D bərabərdir 8. S, A, B, C nə olur? A, B, D, A, B, D nədir? 2x. 2x'in sahəsi 8 isə x normaldır. X 4 ise 4 dəfə 7, 28. 4 dəfə 2, 8. Sən demə, buradakı sahə 8, buradakı sahə 28 imiş. Yəni, S, B, D, C desə 28 deyil. Amma mən nəyə soruşmuşam? S, A, B, C. Yəni, hamısını. 28-dən 8-i toplayaram. Deyərəm, cavab 36'dır. Yəni, bu işə yarayır. O zaman bunu biraz o zaman düstur formasına salmaq istəsək, belə salıram. Deyərəm, S, A, B, D 2-yə görə 2K olarsa, S, B, D, C də buradakı 7-yə görə 7K olacaqdır. Bu 6-cı düsturuydu. Bir də əsasən 9-lara güvən sınaqlarından falan görmüşəm. Güvən biraz çətin sayı deyə saxlanırlar. Üçbuzağın içinə çevrə çəkirlər. Çevrə çəkirlər üçbuzağın içinə. Bu radius olsun. Bu olsun A, B, C. Üçbuzağın içinə çevrə çəkdik. A, B, C oldu radiusda. Radius tərəflər A, B, C oldu daha doğrusu. Burada da S bərabərdir P vurulsun L-ə. Buradakı bu P buradakı P ilə eynidir. Yarım perimetr. Bu qədər. Dərsimiz yəni indi birazdan keçəcək suallara. Bu verilən düsturlar idi. Siz indi bunları köçürdün, keçək mövzumuza. İkinci isə toplu, yeni toplu. Səhifə 198-də 11-ci suala baxın indi də. Bir düzbucaqlıdan söhbət gedir. Sahəsi 216-dır. Katetlərin nisbəti 3 bölgət. 3 bölgətdə deməkdir 3x, 4x. Düzbucaqlı üçbucaqda 3, 4, 5 var idi. İttifaq ördəkləri idi. Və düzbucaqlı üçbucağın sahəsi nə idi? Katetlərin nasının yarısı. Yəni 3x-i 4x-ə vurub. Tərəfdən 2-yə böləndə 216 edir. Çünki sahəyə 216 deyil kitabda. Bizdən də hipotenuzun uzunluğunu istəyir. 2 bu tərəfə keçərsək, onda olacaq sahə bərabərdir. 12, x-i x-ə vursan, x-in kvadrat bərabərdir. 2 də bununla kimi keçir. Olub neçə? 432. 12-ni neçəyə vursan 432 eləyər sizcə? Çətindir, can bilirəm. 3 dəfə 36. 13-dən 6-sını çıxdın, 7. Buradan qaldı 0. 7'nin yanında 2 gəlir, 72, 6 dəfə. Sən də 12'in 36'ya vursan 432. Yəni x'in kvadratı 36 imiş, o zaman x 6 çıxar. Hipotenuz istəyib, buranı istəyib 5x, x 6'dırsa 5 bölü x 30 edir. Hipotenuz 30. Bu belə. Sonra gəldik bir başqa sualı, o da Heron düsturuydu. Heron düsturuna ait sual 31. Səhifə 200'də 31 var. Sayfa 200'də 31. Tərəfləri 4, 5, 7. 4, 5, 7. Burada yarım perimetr. Nəyə bərabərdir? 4'dən 5 topla, 9'dan 7'sinci 16. Yarım perimetr deyirəmsə 16 bölü 2, yəni cavab 8. Sonra sahə nə idi? Heron düsturu. Heron düsturunu bir də yazıram. P, P çıxan, P çıx B, P çıx C. Yəni, mən tapdım 8. 8'i vurdum, 8 çıx 4 deyiləyər. 8 çıx 5, 3, 8 çıx 7, 1. İndi baxın.
Bu 8'i silsəm. Yerinə 2 vur 4 yazsın. 4'ü 4'e vuranda 16, 16'dan sonra nə çıxır 4. 2'yi 3'e vuranda 6, 1'e yenə 6. Cavab 4 kök 6. Deməli sahə 4 kök 6'ya bərabər imiş. 4 kök 6 D bərabər. Bu qədər. İndi isə gəldik 88-ci suala. OD AC-yə paralel imiş, O mərkəzi imiş. İştiqlənmiş AOD üçbucağının sahəsi 32 olarsa radiusu tapaq. Bildiyimiz kimi mərkəzdən toxunana çəkdiyimiz xəttlər hər zaman perpendikulardır. Mərkəzdən toxunana çəkdiyimiz radius perpendikulyardır və radiusa bərabərdir. Davam edelim. İndi bu OD-ni paralel şəkildə AC-yə paralel şəkildə uzatsaq və belə bir hündürlük yendirsək, bu hündürlüklə bu radius eyni olacaq. Və fikir verin, bu radius eyni zamanda OD oturacağı üçün də hündürlük sayılır. Üçbucağın sahə düsturu nə idi bəs? Hündürlük vurulsun oturacaq bölü 2. O sahəyə bərabər idi. Bu dediklərimizi yazı ilə qeyd eləsək, sahə bərabərdir radius və radius bölü 2 bərabərdir 32. Radiusun kvadratı bölü 2 32. 2 bölmədə vurma deyə keçər. Radiusun kvadratı 64 olar. Radius isə 8-ə bərabər olar. Bu qədər. Üçbucağın sahəsi 87-ci sual səhifə 203-də. ABC düzbucaqlı üçbucağı verilib. A bucağın tənbələrini çəkilib. A-dan D-yə. BD 6 sm olar. AD 13 sm olarsa, ştrixli hissənin, yəni ADC-nin sahəsini tapın. Gəlin tapaq. Tənbələrin üstündəki nöqtədən tərəflərə qədər məsafələr bərabərdir. Yəni D nöqtəsindən AB-yə qədər məsafə 6-dırsa, D nöqtəsindən AC-yə qədər məsafə də 6 olmalıdır. Yəni hündürlük 6 olmalıdır. ADC üçbucağın, yəni ştrixli tərəfin sahəsini tapmaq üçün də hündürlük vur oturacaq böl 2 düsturundan istifadə edirik. Yəni sahə bərabərdir 6 vurulsun 12 böl 2, cavab 36 olar.